Bugün kimsə oturub meydanlara çıxmaq istəmirsə, mübarizə aparmaq istəmirsə, İmam Həsəndən istifadə edir. O məzlum Həzrəti Əli əleyhissalam ki 25 il ev duslağı oldu, din aradan gedirdi, oturmuşdu. Din aradan getməsini Həzrəti Əlinin 25 ilindən istifadə edir. Və yaxud İmam Sadiq əleyhissalamın adından istifadə edir ki, İmam Sadiq dövrdə oturmaq lazımdır. Qardaş, baxın, imamlarımızın hamısı zalimlər tərəfindən şəhid olunub. İmam Sadiq əleyhissalamın mədrəsəsində mübarizə olmasaydı, o əhval-ruhiyyə olmasaydı, zalim narahat olmazdı ki. İmam Sadiqin o mədrəsəsi ki vardı, 4000 tələbəsi vardı, müxtəlif məntəqələrə göndərirdi, təbliğ edirdi, onlara maarif vermişdi. Əgər orada mübarizə yatmırdısa, əgər orada zülmə qarşı yox, mövcud deyilsə, zalimlərin İmam Sadiqlə nə işi vardı? Bugün baxın, cəmiyyətimizdə var. O qədər danışanları var. Zalim rejim heç də demir onlara. Daha da tərifləyir. Deyir, elə belə olmaq lazımdır. Bunun adını İmam Sadiq əleyhissalam qoyursunuz. Buna İmam Sadiq maarifi deyirsiniz. Heyhat. İmam Sadiqin maarifində təzyiq var. Əgər bugün gördün İmam Sadiqin maarifini yayırsan, kimlərsən narahat olur, bir İmam Sadiqin xəttindəsən. Yəni bizim imamlarımızı məzlum qərar vermək lazım deyil.